Salam uşaqlar, axşamınız xeyir olsun. Gəlin sınav 15-in izahlarına bir yerdə baxaq. 1.8-lik say sistemində verilmiş ən kiçik 4 rəqəmli ədədlə 16-lıq say sistemindəki ən böyük rəqəmli ədədin cəmini 16-lıq onluq say sistemində deyir ifadə eləyin. Deməli, 8-lik say sistemindəki ən kiçik 4 rəqəmli ədəd 1, 0, 0, 0-dır. 16-lıq say sistemindəki ən böyük 2 rəqəmli ədəd isə f, f-dir. Bunların hər ikisini onluq say sisteminə çevirmək üçün əvvəlcə 8-liyi çevirirəm. 1 vurulsun 8 üstü 3 plus ardınca yazıram 0 vur 8 üstü 2, 0 vur 8 üstü 1 və bunları yazmıram. Çünki nəticədə yenə 0 almış olacaq. 8 üstü 3, 2 üstü 3 üstü 3-dür. 2 üstü 9-un 512 etmiş olur. FF isə 15 15'ti. 15'i vururam 16 üstü 1'e. Biliyoruz 15 vur 16 üstü 0 bərabərdir. 15'i 16'ya vursaq 0, 9, 5, 1 alınar 240. 240. 240'ın üzərinə 15 gəlirəm, alınır 255. Bunların hər ikisinin cəmini istəyir məndən. 5 son 2 ilə 255 toplayıram. Alınır 7, 6, 7, 767 doğru cavab olur. A variantı. İkinci sualda deyir, RGB rəng modelində kodlaşdırılmış təsvirin piksellərinin sayını 2 dəfə azaldıb, rəng dərinliyini 12 bit olan palitrada kodlaşdırdıqda həcmi 600 kilobaytdır, azaldı. Təsvirin dəyişiklikdən sonraki həcmi kilobaytla ifadə edin. Deməli, RGB rəng modelində bilirik ki, bir nöqtəyə düşən rəngin yaddaşı 24 bit olmuş olur. Piksellərin sayı da M vurulsun M olaraq qalmış olar. Piksellərin sayını 2 dəfə deyir, azaldaq. Biz də azaldaq 2 dəfə. Rəng dərinliyi də 12 bit qeyd etmiş olsaq, əgər bilirik də rəng dərinliyi yazanda elə ədədin özünü gətirib düz sıra yazırıq. Və burada deyir ki, həcmi 600 kilobayt azalmış olur. Burada bu 2 ilə 12-ni ixtisar aparsam, burada 6 qalar. M-N'ləri də hər iki tərəfdən ixtisar aparmış olsam, tənasübüm necə alınmış olacaq? 24 bitdə həcmimiz olacaq H, 6 bitdə isə həcmimiz olacaq H çıxılsın 600 kilobayt. Buradan gəlin H-ı tapaq. Deməli, 6H bərabərdir 24H çıxılsın 24 vurulsun 600. 24 vurulsun 600 yazaq. Burada qalır 18H bərabərdir 24 vurulsun 600. H da bərabərdir 24 vur 600 bölünsün 18. İxtisar aparsaq, burada qalar, deməli, 6 ixtisar aparsaq, burada 3 qalar, burada 4 qalar. 3 ilə 600 ixtisar aparıram, qalır 200. 800 kilobayt olmuş olur. Amma dəyişiklikdən sonraki həcmimizi istəyir. Biz almışıq dəyişiklikdən əvvəlki həcmi 800 kilobaytı. Dəyişiklikdən sonraki həcmi tapmaq üçün 600 çıxırıq, nəticədə alınır 200 kilobayt. Doğru cavab olur burada Y variantı. Daha sonra deməli, baxaq növbəti 3-cü suala. 33 səhifəlik sənədin cüt səhifələrinin hər birində 1024 vurulsun 768 pikseldən ibarət 128 rəng çalarlı palitrada kodlaşdırılmış qrafik təsvir digər səhifələrində isə Unicode standartı ilə kodlaşdırılmış ümumi 3072 simvol var. Bizdən ümumi həcm istəyir. Deməli, 33 səhifənin cüt səhifələri deyirsə, deməli, 16 səhifə, 17 səhifə, bu 16 dənə səhifə cüt səhifəmizdir, 17 səhifə isə tək səhifəmizdir. Cüt səhifələrdə, yəni 2 üstü 4 səhifədə 1024, 2 üstü 10 vurulsun 768 pikseldən ibarət olan 128 rənglərini deyir deyə məsələyə gətirib 7 biti qoyuram. Belə bir qrafik təsvirimiz var. Gəlin ümumi həcmi hesablayaq. 2 üstü 14 vurulsun 7 vur 768 yazıram. Bunu mən kilobaytla ifadə etmiş olsam 2 üstü 13-ə bölərəm. Yuxarıda qalar 2. Yəni 14 vur 768 alınmış olar. Vuraq bir dənə 14-ə. 6, 4, 24, 7, 28, 30, 8, 6, 7, 2, 5, 7,
Burada da qalır 10. 1752 alınmış olur. Daha sonra növbəti, indi baxıram 17 dənə tək səhifəmizə. 17 tək səhifədə isə Unicode standartı ilə verilmiş, yəni yazacağım onun yerinə 2 bayt, kodlaşdırılmış ümumi 3072 simvol var. 3072-ni də yazıram 3 vurulsun 1024 kimi. Gəlin indi bunu da baytdan kilobayta çevirmək üçün təbii ki, mən 2 üstü 10-a bölərəm. 2 üstü 10-la 1024 ixtisar gedir. Yerdə qalır 6 vurulsun 17, 42, 102. 102-nin üzərinə gəlmiş olsam 4, 5, 8, 10. 10854 alınmış olar. Doğru cavab olur burada A variantı. Dördüncü suala baxaq. Deyir ki, deməli, gəlin baxaq. Dördüncü suala. Deyir 4 dost, Adil, Ziya, Nəzakət və Kamil fizika, biologiya, informatika və riyaziyyat fənnindən olimpiadada iştirak ediblər. Deməli, 4 dost hansıdır? Adil, Ziya, Nəzakət, daha sonra Kamil. Kamil fizika, biologiya, informatika, riyaziyyat fənlərindən olimpiadada iştirak ediblər. Aha, fizika, biologiya, informatika, riyaziyyat. Deyir ki, Adil və Ziya olimpiadada birinci yeri tutmayıblar. Birinci yeri deməli sahibi bunlar deyil. Daha sonra deyir ki, riyaziyyat olimpiadasına gedən şagird olimpiadanın qalibidir. Riyaziyyat olimpiadasına kim gedirsə. Kamil informatikada birinci yeri tutmayıb. Birinci yeri tutub. Kamil informatikada birinci yeri tutub. Birinci yeri tutub info üzrə. Daha sonra deyir ki, hansı mütləq şəkildə doğrudur? Bəli, bu biraz fərqlidir. Buradan bizdən, yəni bu fərziyyələrdən hansının doğru olmadığını soruşur. Burada deyir ki, Adil fizika olimpiadasında iştirak edib. Yəni belə bir dəqiq cümlə verilməyib demək olar ki, verilməyib. Yəni fizikanın adını belə çəkmir burada. Ziya biologiya olimpiadasında iştirak edib. Burada da görürsünüz, heç biologiyadan söhbət getmir. Nəzakət biologiya olimpiadasında birinci yer tutub. Xeyr, yəni birinci yerin qalibi Kamildir. O da informatikadandır. Ona görə C-ni də düz götürmürük. Ziya fizika olimpiadasında iştirak edib. Ziya, ümumiyyətlə Ziyadır, Adildir. Bunlar belə deyim də, sual altında olan şəxslərdir. E variantında da deyir ki, nəzakət riyaziyyat olimpiadasına iştirak edib. Bəli, iştirak edən var, riyaziyyatın adını çəkir. Ona görə E variantını doğru götürmüş oluruq. Növbəti suala baxaq. Deməli, növbəti sualda nə deyir? Cədvəldə ABCDEF məntəqələri və onların arasındakı yolların uzunluğu göstərilib. AF məntəqələri arasındakı ən qısa yolun uzunluğunu bizdən müəyyən etməyimizi istəyir. Gəlin buna da baxaq. Deməli, AF. A-dan, əslində A-dan B-yə, B-dən Y-yə, Y-dən F-ə yolumuz var, amma çox göstərir. A-dan C-yə, C-dən F-ə. Əslində A, C, F yollarına gəlin baxaq, heç qrafikanı qurmasaq, belə qrafı qurmasaq. A-dan C-yə 3 yol var. Sonra C-dən də Y-yə, C-dən də F-ə 3 yol var. ACF yolu 6-dır. Sonra baxıram A-dan, ümumiyyətlə F-ə gələn yollar hardan gəlir? A-dan birbaşa gəlir, 8-dir. Bir də Y-dən gəlir. Mən də A-dan Y-yə gələn yolların sayı 6-dır. Y-dən də F-ə 6, 8, 14 çox olur. Yəni 4 olanı heç yoxdur. 4 olanı heç yoxdur. Doğru cavab olur 6. Doğru cavab olur 6. Sonra növbəti baxaq, tətbiqi proqram təminatına aid olanları deyir, müəyyən eləyin. Makros əməliyyat sistemidir. Oracle tətbiqi proqramdır, verilənlər bazasına aiddir. Paint tətbiqi proqramdır, qrafik redaktordur. Antivirus sistem proqram təminatına aiddir, bunu saymırıq. OpenOffice Impress tətbiqi proqramdır və
təqdimat proqramı sayılmış olur. 2, 3, 5. Doğru cavab olur G variantı. Xidməti klavişlərə aiddir deyir hansı? F5 funksional düymədir. Home və End kursoru idarə edən düymələrimizdir. Enter-lə kontrol isə aşağılar aid olur bizim xidməti klavişlərimizə. Doğru cavab olur D variantı. Verilənlər bazasında cədvəl və bu cədvələ tətbiq ediləcək sorğunun fraqmenti verilmişdir. Sorğunun tətbiq edilməsindən sonra hansı nömrəli ID-lər görünmüş olacaq? Görürsünüz, eyni sətirdədirsə AND funksiyasından istifadə etmiş olacağam. Gəlin baxaq. Adın sonunda yox, adların içərisinə A hərfi olanları seçirəm. Gəlin bunları biraz yaxına gətirək belə bu şəkildə. Deməli, Kənanda A var, 2-ni seçirəm. Sonra Şakirdə var, 3-ü seçirəm. Malikdə də var. 2, 3, 4 AND funksiyasından istifadə edəcəm. İnformatikası 85-dən çox olanlar 1-dir, 3-dür. 85-dən çox olanlar 1, 3, 4, 1, 3, 4. Bəli, 1, 3, 4 olur. Və AND funksiyası da hər ikisində iştirak eləyənləri götürəsik, yəni 3-ü və 4-ü. Olur, doğru cavab burada A variantı. Deyir ki, elektron cədvəldə D5 xanasına verilmiş belə bir düsturu hansı xanaya köçürmək olar? D5 xanasında hansı düstur var? C dollar 3 plus dollar D3. Deməli, ardıcılığı da yazıram. A, B, C, D, Y bura qədər kifayətdir. D-dən əgər C2-ni yazmış olsam, C2-ni D-dən C-yə bir sütun geri gedirəm. C-ni də bir sütun geri aparsam B yazarım. Dollar 3 olduğu kimi yazıram. Qabağa mütləqdir. Çünki dollar D-ni də olduğu kimi yazıram. Sətir burada çıx 3 yazmışam ki, 2-yə qalxıb təbii ki. Amma burada 3-dən 3-ü çıxmış olsam 0 olacaq və bizim 0-cı sətrimiz yoxdur. Sətirlər 1-dən başlayır. Ona görə deməli C2 adlı xanaya köçürə bilmərik. B3-ə baxaq indi. D-dən B-yə keçid etmişiksə, D-dən B-yə keçid etmişiksə, deməli 2 sütun əvvələ gəlmişik. C-dən də 2 sütun əvvələ gəlmiş olsaq A-ya gedərik. A dollar 3-ü yazıram. Plus dollar D-in olduğu kimi yazıram. 5-dən 3-ə çıxmışıq 2 sətir, yəni yuxarı çıxmışıq. 3-dən də 2-ni çıxsaq alınacaq 1. Bəli, elə digərlərinə baxmağa ehtiyac yoxdur. B 3-cü xanaya köçürmək olar. 9-da olur B3. Sonra baxaq ona. Bir elektron fraqment, cədvəl fraqmentində A2, C2 diapazonuna əsasən qurulmuş diaqram verilmişdir. Gəlin baxaq diaqrama. Gəlin baxaq diaqrama. Deməli, baxıram, A2-də nə yazılıb? A2-də yazılıb C1 plus A1-in yerinə 3 plus 10 yazıram. Bərabərdir C1 plus 10, 3 qeyd edirəm. Sonra B2-də nə yazılıb? B2-də yazılıb ki, 4 vurulsun C1 plus B1. B1-in yerinə 4 yazıram. Bölünsün 2. Bunu da gəlin açaq. 4C1 plus 16 bölünsün 2 şəklində yazıram. C2-də nə var bəs? C2-də də C1 vur 4 var. Vur 4 var. Deməli, aşağılar, burada nə qeyd etməliyik? Burada deyir ki, bax, 2 dənəsi bir-birinə bərabərdir. 2 dənəsi bir-birinə 32%-də hər ikisində görürsünüz. Mən də bu ikisini gəlin əvvəlcədən bərabərləşdirək. C1 plus 13 bərabərdir 4C1 plus 16 bölünsün 2 şəklində yazaq. 2C1 plus 26 bərabərdir 4C1 plus 16. C-ləri bir tərəfə yığıram. 2C1 qalır. Bərabərdir 26-dan 16, 10. C1 də bərabər olur 5. C1 5'dir. Burada 5 olsa bu 18 olacaq. 5 olsa 20, 36, 36'nı 2'ye bölürüm. 18. Digərində də 5 4'ə 20 etmiş olur. Doğru cavab olur burada D variantı. Növbəti suala baxaq. Deyir, Access bazasında verilənlərin əsas tiplərinə aid deyil. Məsəl üçün, oradakı currency tipi harada var idi uşaqlar? Currency tipi əsas tiplərinə aid deyil deyir. Currency var idi, bəli, pul tipimiz var idi. Data time var idi. Həm
Excel-də var, həm də Access-də var. Number tipi ədəd tipimiz var. Text mətin tipimiz var. Amma float həqiqi tipimiz yoxdur. Həqiqi ədədlərimiz Access-də yoxdur. E, Excel-də əslində var. Excel-də bizim həqiqi ədədlərimiz var. 12.00 şəklində qeyd eləmək olur. Yəni number tipində həqiqi ədədləri yazmaq olur. Amma Access-də yoxdur bizim həqiqi ədədlərimiz. Mətn redaktorunda matematik ifadəsi bold və italik əmri tətbiq edildikdən sonra hansı görünüş formasında olmuş olacaq? Boldu bilirik ki, qalın yazır, italik isə kursiv formasında yazır. Burada altdan xəttdən söhbət belə getmir. Altdan xəttimiz B variantını, C variantını silirəm. D-yə bold tətbiq olunmuyub. Y variantı da düz yazılıb. Amma italik maylı formada yazmaq üçündür. Ona görə doğru cavab olur A variantı. HTML kodda səhifənin arxa fonuna şəkil əlavə etmək üçün hansı atributdan istifadə olunur? Arxa fona şəkil əlavə etmək üçün backgrounddan istifadə olunmuş olur. Doğru cavab olur. Burada C variantı. Bu cür olur. Arxa fonu rəngləmək üçündür. A-link, V-link linklərə istinadlardır. Linklərin deməli biri açılmış linkdir, rəngini təyin eləyir, biri V-linkdir, baxılmış linkdir. Aktiv link sayılmış olur. A-link. V-link isə baxılmış linkdir. Deməli, ona görə doğru cavabımız olur. C variantı. HTML kod fraqmentinə əsasən hansılarda yalnız qalın şriftlə yazı əks olunmuş olacaq? Qalın şrift, məsəl üçün, bir də bold əmridir, qalın şriftdir, doğrudur. Yalnız qalın. 2-də var. U var, U teqnəz. U altdan xətti, üzr sayın. 2-də yoxdur. Sonra C var, 3-cüdə də yoxdur. Strong, bəli, strong güclüdür. B teqini tətbiq etmiş oluruq. Yenə 5-i götürmürük. Niyə? Çünki yalnız qalın deyir. U burada altdan xətt çəkmiş olur. Hətta kursiv də var, M kursiv formadır. Ona görə bir dənə 1-i götürürük, bir dənə də 4-ü götürmüş oluruq. Doğru cavabımız olur A variantı. Daha sonra baxaq növbəti 15-ci suala. In dəyişəninin daxil olunmuş deyir. Hansı ən kiçik qiymətində proqram ekrana 256 ədədini çıxarar? Deməli, baxaq 256 ədədini. Nə yazarıq burada? N bərabərdir. Float həqiqi ədəd daxil olunur. Cavablarda da həqiqi ədədlərimiz var. Bu həqiqi ədədi 10-a vurur. Həqiqi ədədi 10-a vurur. Və soruşur, 57-dən kiçikdir deyirəm ki, bəli. Ekrana 256 cavabını çıxardan K-dır. K-nın əvvəlki qiyməti 1-dir. Mən 1-i bir dəfə 4-ə vururam, 4. Sonra bir də 4-ə 16. Bir dəfə də 4-ə 64. 64-ü də 4-ə vursam 256 alınar. Deməli, mən 1 dövr, 2 dövr, 3 dövr, 4 dövr getməliyəm nəticədə 256 alınmış olsun. Və N-in əvvəlki qiymətinin əgər üzərinə gəlmiş olsam 4 vurulsun 8 və kiçikdir 57 nəticəsini ödəməməlidir. N bərabərdir 57-dən çıxsam 48-i alınacaq. 17, 8, 9 alınmış olacaq. 9 alınmış olacaq. Deməli, 4-dən də 4 0 alınmış olar. 0 alınmış olar. Bəli, 0 alınar. N-in əvvəlki qiymətini 9 götürürük. N-in əvvəlki qiymətini 9 götürürük. Deməli, əvvəlində yox, bura qədərənki dövrdə, bu yox, əslində 5-ci dövrdə N-in üzərinə 5 vur 8, 40 eləyir. Gəlmiş olsam, əgər bu şərt ödənməməlidir. Yəni 5-ci dövrdə. 5-ci dövrdə. Ya da bir dəqiqə, bircə saniyə. Görək səhvə vardı, etmiş olduq. Bunu 2 dəfə dövr eləyir. Deməli, N-in qiymətini bilmirəm. N kiçikdirmi 57-dən? Deyirəm, hə. N-in üzərinə
8 gəlirəm bir dəfə. K-nı da burada 1-ə vururam. K-nın qiyməti olur. 4-ə vururam. K-nın qiyməti olur 4. Növbəti dəfə n plus 8 kiçikdir -7-dən bəli, n üzərinə bu səfər gəlirəm 16 olacaq. Bir dənə 8 gəlsin. K-nın qiyməti olacaq 4, 4, 16. N üzərinə gəlsən bir də 8 olacaq 24. K-nın qiyməti olacaq 64. N plus 32 yazıram. K-nın da qiyməti olacaq 256. 256. Sonra n plus 32 qiymətini, n-in plus 32 qiymətini mən yuxarıda yoxlayıram. Deyirəm kiçikdirmi 57-dən? Bax, buna yox deməliyəm. N bərabərdir 57-dən 32-ni çıxsam 5. 5-dən də 3-ü çıxıram, 2 alınır. Yəni 25 alınmış olur. Bəli. N əvvəlki qiyməti olur 25. Daha doğrusu üzr sayın. Ha, bəli, 25 olur. Bəli, 25 olanda kiçikdirmi 57 hə deyib dövrə düşəcəm və nəhayətində bu şəkildə 4 dəfə dövr etmiş oluram. Və yuxarıda bu 25-i n-i 10-a vurub 25 almışıq. Deməli, n-in əvvəlki qiyməti 2.5 olmuş olar. Doğru cavab olur D variantı. So, Python dilində tərtib olunmuş proqramın nəticəsini deyir, müəyyən eləyin. Gəlin, baxaq buna. Deməli, gəlin, baxaq. Aha. Belə bir deməli sətr tipi verilib. Sətr tipi verilib. Bu join sətri siyahıya çevirir. Bu sətri siyahıya çevirir boşluqdan. Info info 5 yazıram. Info 5. Daha sonra 2023 5 2024 belə yazaq. Deməli, mötərizəni bağlayıram. Split siyahını təzədən sətrə çevirir. Siyahını təzədən sətrə çevirir. Və mənə deyir ki, oradakı K-ların sayı sıfırdan çox, 5-lərin sayı sıfırdan çoxdurmu? Deyirəm ki, bəli. For in inlər üçün n bərabərdir split. Onun içərisindəki deyirəm ki, bəli, yəni K-nın qiyməti burada nə olur? K-nı 5, K-nın içərisindəki if count 5-ləri sayır. 5-lərin sayı sıfırdan çoxdurmu? Bəli. Sıfırdan çoxdurmu? Bəli. Nə olacaq burada nəticə? K-nı bir vahid artırır. Onda bunu nəyi səhv yazdıq? Bir saniyə. Buradakı bu join sətri siyahıya çevirir. Sətri siyahıya çevirir. Bunda yazılış bu şəkildə olur. I5, N, 5, F, 5, O, virgül yazaq. Virgül yazaq. Aha. 2, 5, 0, 5, 2, 5, 2, 5, 0, 5, 2, 5, 3 yazıram hər aralıqda. 2, 5, 0, 5, 2, 5. Belə yazsaq əgər. Əgər belə yazsaq, split təzədən bunu sətrə çevirəsidir. Təzədən sətrə çevirəsidir. Boşluqlardan, yəni birləşdirir bu boşluqları ümumiyyətlə. Mənə nə deyir? Deyir, birincidə soruşur yəqin ki. Deyir ki, buradakı 5-lərin sayı sıfırdan çoxdur. Bəli, K-nı bir vahid artırıram. Burada K1 olur. Sonra burada soruşur, buradakı 5-lərin sayı sıfırdan çoxdurmu? Bəli. K növbəti dəfə 1-in üstünə 1 gəlirəm, 2 olur. Burada da yenə həmçinin soruşur. K-nın sayı əvvəl 2 idi. 2-nin üzərinə 1 gəlirəm. K-nın qiyməti olur 3. Doğru cavab olur B variantı. Daha sonra 17 nömrəli tapşırığa baxaq. Python dilində deyir, tərtib olunmuş proqramın nəticəsini müəyyən eləyin. Deməli, deflərdir, def funksiyasıdır. Def funksiyası
Aşağıda nə verilib? F1, 2 verilib. F1, 2 verilib. X bərabərdir. X-in yerinə 1 yazıram. 1 plus dx qeyd edirəm. İndi dx-i bilmədiyimizə görə düşürəm aşağıda hesablamağa. Dx bərabərdir. Deməli, x-lərin yerinə nə qoymuşam? Təbii ki, x-lərin yerinə 1 qoymuşam. 1 qoymuşam. A bərabərdir. 1-in üstünə 2 gəlirəm, alınır 3 və A3 qiymətini D1-ə qaytarmış oluram. Gətirib qoyuram bura. 1 plus 3 bərabər də alınır 4. Y də bərabərdir. D2, yəni bayaq aldığımız hansı ki 3 var idi. 3-ün üzərinə gəlirəm Y-i, yəni 2-ni. Bərabər də olur 5. 5 ilə 4 qiyməti, yəni 9 qiymətini toplayıram və qaytarıram bu f2 y-ə, yəni bura. Bunu da hardan gətirmişdik? Bax, buradan. Buna görə doğru cavab olur. D variantı. 17 olur D variantı. Python dilində tərtib olunmuş proqramın nəticəsini deyir. Müəyyən eləyin. Nəticəni müəyyən eləyin. Gəlin, baxaq. Deməli, def, bir dəqiqə. Aha, burada while aşağıdan gəlin başlayaq. Ədədimizi verib 259. Deyir 259 sıfırdan böyükdürmü? Deyirəm, bəli. Bir B bərabərdir 259-un qiymətini çap elə. Təbii ki, mən bunu bilmədiyimə görə qalxıram yuxarıda def fx funksiyasına, xm funksiyasına 259 bir s-i də 0 verir özü, s-i 0 verir və burada məndən soruşur 259 sıfırdan fərqlidirmi? Deyirəm, bəli. 259-un 10-a bölünməsindən qalıb 9 götür. S də bərabər olsun. Sıfırdan çıxsaq 9-u alınacaq mənfi 9. Bu 259-un 10-a bölünməsindən tam hissəni götürür 25 olaraq. 25 olaraq. Bir də təzədən qayıdıram dövrə, bura. Deyir ki, 25 fərqlidirmi sıfırdan? Deyirəm, bəli. R bərabər olur 25-in 10-a bölünməsindən qalıq 5-dir. S də bərabərdir. Mənfi 9-dan çıxıram 5-i, bərabərdir mənfi 14 alınır. N də bərabərdir. 25-in 10-a bölünməsindən tam hissə alınır 2. Bir də qalxıram yuxarı. 2 sıfırdan fərqlidirmi? Bəli. R olur burada. 2-in 10-a bölünməsindən qalıq elə 2-in özüdür. S də bərabər olur. Mənfi 14-dən çıxsam 2-ni alınacaq mənfi 16. N də 2-nin 10-a bölünməsindən qalıq 0 alınır. Bir də yuxarı qalxsam, deyir 0-0-dan fərqlidirmi? Deyirəm ki, yox. Yəni, S-in mənfi 16 qiymətini qaytaracaq x 259-a. Onu da hardan gətirmişdik? Buradan B-yə bərabər eləyirəm mənfi 16-nı və mənfi 16-nı çap ötürmüş oluruq. Doğru cavab olur burada Y variantı. Y variantı. Daha sonra deməli, baxaq 19 nömrəli suala. İfadəsindəki hər bir simvol əlifbada özündən müəyyən mövqe məsafədə yerləşən simvolu ilə deyir, əvəzlənib. Bu ifadənin şifrini müəyyən eləyin. Gəlin, baxaq buna da görə burada. Deməli, yazıram T, H, S, C. Hər bir simvol əlifbada özündən müəyyən mövqe məsafədə yerləşən simvolları əvəz eləyib. Bu ifadənin şifrini müəyyən eləyin. Deməli, müəyyən eləyin. Burada nə yazırıq? Aha, gəlin bu variantlara baxaq. İkisi x-lə başlayır. İkisi x-lə başlayır. İkisi x-lə başlayır. İkisi də w ilə başlayır. W-lara baxaq bir dənə. B-yə baxıram. Deməli, T-dən 1, 2, 3-cünü götürüb. Sonra 3-cü. Sonra H-dan baxıram. 1, 2, 3-cü K-ya gedir. Sonra S-ə baxıram. 1, 2, 3-cü V-yə gedir. Burada ödənmir. Baxın, uşaqlar, B variantında ödənmir. Digər W-yə baxaq. Deməli, elə V-yə gedirdi da, düz getmişdi əslində. 1, 2, 3-ə gedir W. H-dan 3-cü yerdə duran 1, 2, 3 K-ya gedir. Sonra S-dən 1, 2, 3 B-yə getmiş olur. C-dən də 1, 2, 3 F-ə getmiş olur. Elə doğru cavab olur D variantı. Doğru cavab olur D variantı. K bərabərdir 3
şifrəsi ilə deməli biz növbəti şifrənin növbəti əvəz etdiyi simvol ardıcıllığını tapmış olduq. 19-da olur D. 20-də nə deyir? Deyir icraçı yalnız 2 komandanı yerinə yetirir. 2 komandanı yerinə yetirir. Ən az sayda komandalar ardıcıllığı ilə 19 ədədindən 93 necə alınır? Deməli, 93 necə alınır? 19 ədədindən 93. Əgər 19-u gəlin baxaq nəyə? 19-u ən az sayda komanda deyir. Ən az sayda komanda. B-ni hələ ki baxmıram B-yə. 2, 3, 4, 5, 6, 7. 1, 2, 3, 4, 5, 6, 7. A-la D-yə baxacağım. A-la D-yə baxacağım. Deməli, 19 D-yə baxıram. 19-u əgər 3-ə vursaq, alınacaq 57. Daha sonra 1, 2, 3, 4, 5, 6. 6 dəfədə 2 əlavə olunacaq. 57-nin üstünə 12 gəlsək, 69 alınır, ödənmiş. Ödənmiş. A variantına baxaq. 19, 19-un üzərinə 1, 2, 3, 4, 5, 6 dənə 2 gəlib, yəni 12. Alınır 9, 2, 11, 2, 3, 31. Bunu da 3-ə vursaq, əgər 31 də 3-ə vursaq, 3, 93. Doğru cavab olur A variantı. Daha sonra Python dilində deyir tərtib olunmuş proqramın təyinatını müəyyən edin. Müəyyən edin, gəlin baxaq. Deməli, gəlin baxaq. Python dilində tərtib olunmuş proqramın təyinatını istəyir bizdən. Deməli, ixtiyari bir sətir tipində ədəd daxil eləməliyik. Sətir tipində ədəd daxil eləməliyik. Deyəm bunun cavablarına bir dəqiqə. Bir dəqiqə. Burada nə deyir bizə? Buyurun bunu. Çəkdirək. Baxaq. Python dilində tərtib olunmuş proqramın deyir. Təyinatını müəyyən edin. Sətir tipində bir ədəd daxil, belə deyim, sətir ümumiyyətlə daxil edib, bilmirik ədəddir, yəni. Sonra həmin sətri siyahıya çevirib, Sonra deyir ki, oradakı C hərflərinin sayı sıfırdan çoxdursa və A0 nədir? Birinci hərfi də D-dan başlayırsa, sayır. Ümumiyyətlə, adın içərisində C hərfi olanları və birinci hərfi də D ilə başlayanları sayır. Daxil edilmiş sətirdəki D simvolu ilə başlayan olan sözlərin sayını çap edir, uyğun gəlir. D simvolu ilə başlayan tərkibində C simvolunun sözlərin sayını çap edir. Daxil edilmiş sətirdə D simvolu ilə başlayan və ya deyil və, and var çünki. Daxil edilmiş sətirdə C simvolu olmayan, xeyr. Daxil edilmiş sətirdə D simvolu ilə bitən, xeyr. Sətirdə D simvolu ilə bitən, xeyr. Elə doğru cavab olur A variantı. Daha sonra baxaq növbəti suala. Deməli, görək növbəti sualda nə deyir? Python dilində deyir tərtib olunmuş proqramın nəticəsini müəyyən edin. Ardıcıllığımız 3-dən 10-a qədərdir. Onu götürməyəcəm. 3, 9 aralığındakı ədədləri götürəcəm. 1-1. Deməli, Deməli, baxaq. 3, 4, 5, 6, 7, 8 və 9 ədədlərini götürürük. Bir-bir yoxlayırıq. 3,
4-ə böləndə qalıqda 0 alınırmı? Yox. Yox dediyimə görə digər daiflərə düşmürəm. 4, 4-ə bölünəndə qalıqda 0 alınırmı? Bəli. S bərabərdir. S-in üstünə i gəlirik. S-in üstünə i gəlirik deməli. S-in üstünə i gəlirik. 0-ın üstünə gəlirik 4-ü. 4 eləyir. Sonra deyir 4 3-ə bölünəndə qalıqda 0 alınırmı? Deyirəm ki, yox. Düşürəm LC-yə. S bərabərdir. 4-dən çıxıram 4-ü. 4-dən çıxıram 4-ü. Qalır 0. Qalır 0. Amma bayaq bir şeydə səhv elədik. Bir şeydə birinci ifində LC-si var əslində. 3-ə baxaq əvvəlcə. 3 4-ə bölünəndə qalıqda 0 alınırmı? Yox. Düşürəm bunun LC-sinə. S bərabər olur 1. Qalxıram yuxarı. 4 qiyməti ilə 4 4-ə bölünəndə qalıqda 0 alınırmı? Bəli. S bərabər olur. 1-in üstünə 4 gəlirəm. 5. Növbəti 4 3-ə bölünəndə qalıqda 0 alınırmı? Deyirəm ki, 4 3-ə bölünəndə qalıqda 0 alınırmı? Yox. Yerinə yetirmirəm. S-sinə düşürəm. S bərabər olur. 5-dən 4-ü çıxıram. Alınır 1. Bir də yuxarı qalxıram. 5 qiymətini götürürəm. 5 4-ə bölünəndə qalıqda 0 alınırmı? Yox. S bərabərdir. 1-in üzərinə 1 gəlirəm. Alınır 2. 6 qiymətini götürürəm. 6 4-ə bölünəndə qalıqda 0 alınır. Yox. S bərabərdir. Burada 3 alınır. 7 qiyməti də həmçinin 4-ə bölünmür. S-in qiyməti burada da olacaq 4. 8 qiyməti 8 4-ə bölünəndə qalıqda 0 alınır. Bəli, S-in qiyməti olacaq. 4-ün üstünə gəlirəm 8-i alınır 12. 12 alınır. 12 alınır. Daha sonra 8 3-ə bölünəndə qalıqda 0 alınırmı? 8 3-ə bölünəndə qalıqda 0 alınırmı? Deyirəm, yox. Bunu S-sinə düşürəm. S bərabərdir. 12 çıxılsın. 8 yazıram. Bərabərdir. Alınır 4. Daha sonra 9 4-ə bölünəndə qalıqda 0 alınır. Yox. S-in əvvəlki qiyməti 4-ün üzərinə 1 gəlirəm. S olacaq 5. Doğru cavab olacaq C variantı. 9 qiymətini də yoxlamış olduq. Bəli, doğru cavab olur burada C variantı. C variantı. Daha sonra deməli baxaq növbəti suala. ADSL modemində deyir. Modemin ötürülmə sürəti bu qədərdir. Failin ötürülməsinə 20 saniyə vaxt sərf olunmuşsa, onun həcmini kilobaytla deyir, hesablayın. Gəlin baxaq. Gəlin baxaq. Deməli, nə yazıram? Sürətimiz var, zamanımız var. Həcmini istəyir bizdən. H bərabərdir. 48, 0, 0. Vuracam 20-yə. Vururam 20-yə və nə alıram? Gəlin bunu biraz sadələşdirək. 2048, 211-dir. Vurulsun 100 kimi yazıram. Vur 20. Bölürəm 2 üstü 10. 3-ə, 13-ə, burada qalır 2 üstü 2, 4, 100-ü 4-ə, 20-ni 4-ə, bu eləyir elə 5, bu da eləyəcək 500 kilobayt. 500 kilobayt, 23-də cavab varmı? 23-də cavab, bəli, 500 kilobayt alınır. Sonra 24-cü suala baxaq. Python dilində deyir, tərtib olunmuş proqramın nəticəsini müəyyən edin. C bərabərdir 100-dür. N 200 verib. Deyir ki, 100 çıxılsın 200. Mənfi 100. Kiçik bərabərdirmi 50-dən? Bəli, deyirik. Sonra S bərabərdir. 100-ün üstünə 15 gəlirəm. 115 alınır. N də bərabərdir. 200-dən 5-i çıxıram. 195 alınmış olur. Bir də qalxıram yuxarı. 115 çıxılsın 195. 195, 8, mənfi 80. Mənfi 80 deyir, kiçik bərabərdirmi? Mənfi 50-dən. Deyirəm ki, bəli. Deyir, S bərabərdir, 115-in üstünə 15 gəlirik, 130 alınır. N də bərabər alınır, 190. Deyir ki, 190-dan 130, 130-dan 190 çıxanda nə alınır? 60. Mənfi 60 kiçik bərabərdirmi? Mənfi 50-dən yenə hə deyirəm. S olur bu səfər 145.
N də olur 185. Növbəti dəfə yenə 185-dən 145-i çıxıram 0, 8-dən 4-ün 4, mənfi 40 kiçik bərabərdirmi? Mənfi 50-dən. Bu səfər buna yox deyirəm. Ona görə S-in 145 qiymətini bir dəqiqə S-in 145 bəli, S-in 145 qiymətini çap etdirmiş oluruq. Doğru cavab olur 145. 25 nömrəli sualda nə deyir bizdən? Algoritm var belə bir algoritm var. 25 nömrəli sual. Aha. Algoritmin nəticəsini müəyyən edin. N-i 40, S-i 20 verib. S plus N, yəni 60. Kiçikdirmi 200-dən hə deyirəm. S olur. 20-nin üstünə 20 gəlirəm. 40. N də olur. 40-ın üstünə 25, 65 alınır. Bir də qalxıram yuxarı. 40, 65. Ümumiyyətlə, bunların ikisinin cəmi, uşaqlar, bunların ikisini, gəl davam eləyək, 105 kiçikdirmi 200-dən, yenə hə deyirəm, S-in qiyməti olur 60, N-in qiyməti olur 0, 90 alınır, bir də qalxıram yuxarı, 90, 60, 150, kiçikdirmi 200-dən, hə deyirəm, S olur 80, N də olur 5, 115. Bir də qalxıram yuxarı. 115, 85, 9, 195 kiçikdirmi 200-dən hə deyirəm. S-in qiyməti olur 100. N-in də qiyməti olur 115 ilə 25 toplayıram. 0, 3, 4, 140, 140, 100, 240 kiçikdirmi 200-dən. Deyirəm ki, deməli, yox, kiçik deyil. N-in elə 140 qiymətini çapa ötürmüş oluruq. Doğru cavab olur 140. Sonra növbəti 26 nömrəli suala baxaq. 26 nömrəli suala baxaq. Deyir ki, proqramın nəticəsini müəyyən edin. S bərabərdir 0 verib. For E in range. For E in range. 0, 1, 2, 3, 4 və 5 qiymətlərini götürürəm. Bir-bir qiymətlərə baxıram. 0-ın 2-yə bölünməsinə qalıq 0-dırmı? Bəli. S-in üzərinə 0 gəlirəm, elə 0 eləyir. Sərbəstimiz də var. S bərabərdir. 2 yazmış oluram. Bir qiymətinə baxıram. 1, 2-yə bölünəndə qalıqda 0 alınırmı? Xeyr. Ona görə S-dən 1 çıxıram. Nəticədə 1 alınır. Bir dənə də sərbəstimiz var. Üstünə 2 gəlirəm. Alınır 3. Sonra 2 qiymətini götürürəm. 2, 2-yə bölünəndə qalıqda 0 alınırmı? Bəli. S-in üzərinə 2 gəlirəm. 3-ün üstünə 2 gəlirəm. Alınır 5. Bir dənə də sərbəstimiz var. Alınır 7. 3 qiymətini götürürəm. 3, 2-yə bölünəndə qalıqda 0 alınırmı? Yox. Qalıqda 0 alınmır. Yox. S-yə düşürəm. S bərabər olur. Deməli, son qiymətimiz 7 idi. 7 çıx 1 eləyir 6. Sərbəstimizi də yazıram. 8 olur. 4 qiymətində 4, 2-yə bölünəndə qalıqda 0 alınırmı? Bəli. 8-in üstünə gəlirəm 4-ü 12 alınmış olur. Bir dənə də sərbəstimiz var, yazıram 14. 5 qiymətində də yenə həmçinin 5-2-yə bölünəndə qalıqda 0 alınmır. 14-dən 1 çıxıram, 13 alınır. 13-ün üzərinə 2 gəlirəm, cavab olur 15. 26-cı sualda cavabımız olur 15. Cavabımız 15. 27 nömrəli sualda deyir ki, 8-lik say sistemi, 16-lıq ikilik say sisteminə uyğun tapşırıqlar hansı uyğundur ümumiyyətlə deyir. Bu o qədərin də çətin tapşırıq deyil. Deməli, aşıqlar. Burada. Aha. Gəlin baxaq. Elə demək olar ki, 3-ə uyğun gələn bir dənə C-dir. 3-ə C uyğun gəlir. İkilikdə toplam əməliyyatıdır. 1-ə A uyğun gələ bilməz. Çünki 8-lik say sistemində 9 yoxdur. 9 yoxdur. 9 yoxdur. D ilə Y-yə baxacağım bir dənə. 8-lik say sistemində 46 ilə 74-ü toplasaq, 6 ilə 4-ün 10, 10 8-lik say sistemində yoxdur 2, 4 ilə 7-nin 11, bir də yadda 12. 12 8-lik say sistemində yoxdur 4 yazıram, bir də 1, 142, bəli, 1-ə D uyğun gəlir, 1-ə D uyğun gəlir, 3-ə C uyğun gəlir. 16-lıq say sistemində toplanmaya uyğun olaraq da A-nı göstərək də bir dənə baxaq A-ya. 19-un üstünə 17 gələndə 9 ilə 7, bəli, görürsünüz axırında 0 var.
16 eləyir. 16-lıq say sistemində 16 yoxdur. Qalıqda 0 alınır. 1 yadımızda. 1 ilə 1-in 2, 1 də yadda 3. Ona görə də 16-lığa 2-yə də aid olur. A variantı 1D, 2A, 3-ə də olur C. Növbəti suala baxaq. Növbəti suala baxaq. 28-ci suala baxaq. Girişə deyir veriləcək n natural ədədinə kimi bütün natural ədədlərin cəmini tapan algoritm blok sxemini qurun. Bundan əvvəlki sınaqda olan suala oxşuyur. Amma orada Python idi, bu algoritmdir. Deməli, təbii ki, gəlin baxaq. Başlanğıc qeyd eləyək. N ədədimizi daxil eləyək. Bir dənə başlanğıc yazaq və n ədədimizi daxil eləyək. N-i daxil eləyək. N-i daxil eləyək. 1, 2, 3, 4, 5 başlanğıc n ədədinə kimi, n natural ədədinə kimi bütün natural ədədlərin cəmini tapan algoritmik və n-in bizdən belə bir şərt istəyir. 2-dən deyir böyük olsun. N daxildir. 2-dən böyük ədəd olsun. 2-dən böyük ədəd olsun. Şərt qoşa bilərəm ki, n böyük bərabərdir 2-dən, deyirəm ki, hə. Əgər hədirsəm, onda s bərabərdir s plus n yazıram. Hə, amma bu şərti tamam, yəni ola bilər. İndi bir dənə də baxaq. Bir də təzdən şərtə gedəcəm də mən. Bir dənə də burada yazıram ki, hər dəfəsində daxil olunan ədədi axı deyir ki, azaltmalıyıq da təbii ki. Bəli. N bərabərdir n minus 1. Məsələn, 6 daxil eləmişəmsə, 5, 4, 3, 2 bu şəkildə davam eləməlidir. Yəni, deməli, bir də qalxıram təzdən dövrə qalxıram, soruşuram görə 2-dən böyükdürmü? Əgər 2-dən böyük, daha doğrusu bu 2-dən böyük olmalıdır da, onsuz ki, 2-dən böyük ədəd olmalıdır. Sadəcə olaraq burada şərtdə n-in 0-dan böyük ədəd olmağını yoxlamaq lazımdır əslində. Bəli, mənfi ədəd olmaz, 0-dan böyük olmalıdır. Və nəticədə əgər n 0-dan böyük deyilsə, 0-dan böyükdürmü, yox desəm, əgər belə bir halda aldığımız s ədədini çapa ötürmüş oluruq. Yəni, rahat, sadə bir algoritm sayılmış olur. Növbəti suala baxaq. 29 nömrəli suala. Klaviaturadan daxil ediləcək natural ədədin 2-nin hansı böyük qüvvətinə tam bölündüyünü tapan proqramı deyir, müəyyən eləyin. Tapan proqramı müəyyən eləyin. Proqram quraq. Deməli, ya uşaqlar, 2-ni daxil eləməliyik təbii ki. 2 tam ədəd olmalıdır. N bərabərdir. Int, mötərizəni açıram, yazıram bura. Int input, mötərizəni açıb bağlayıram. Int input. Ən böyük qüvvətini tam bölündüyünü tapan bir proqram qurun deyir. Tapan proqram qurun. Bir dənə A dəyişənini yazaq bura ki, hər dəfəsində bu bu A-nı qüvvətə yüksəldəsiyik də, düzdürmü? Deməli, 96, 32. Mən nə yazacağım? Dövrdən istifadə eləmək olar. While dövrü. Deyirəm ki, bu n daxil elədiyimiz 96 daxil eləmişik. Deyirəm, bu 96 əgər A-ya bölünəndə qalıqda 0 alınırmı? 96 1-ə bölünürmü? Bəli. Əgər 1-ə bölünürsə, onda bu A-nı 2 dəfə artıraq. Ən böyük qüvvətin tam bölündüyünü soruşur bizdən. Ən böyük qüvvəti. Bu A-nı 1-ə vururam, alınır. A-nı 2-yə vururam. Qüvvət formasına yazmaq üçün. Bir də təzdən qalxıram dövrə. Deyirəm ki, 96 2-yə bölünürmü? Hə. Sonra gəlirəm A-nı 2-yə vururam. 4. 96 4-ə bölünürmü? Bəli. 96 8-ə bölünürmü? Bəli. 96
16-ya bölünürmü? Bölünür. 96 32-yə bölünürmü? Bölünür. Ən böyük deməli qüvvəti 32 olur. 32-ni bundan sonra 2-yə vursaq 64-ə alınacaq və 96 64-ə bölünmür. Bölünmədiyi halda mən nəhayətində bu printin içərisində nəyi tapmalıyam? Mən tapmalıyam bu K-nın deməli ən böyük qüvvətinin tam bölündüyünü. Bəli, tam bölünməni istəyirsə, təbii ki, 2-yə bölünəndə əgər tam bölündüyünü tapan və ona görə də bu şəkildə tam bölünməni printin içərisində qeyd etmiş oluram. Və bu şəkildə qeyd etmiş oluram. Eni yox, A-nı. Bu olur belə. Növbəti baxaq. Klaviaturadan daxil ediləcək deyir 16-lıq say sistemindəki ədədi 10-luq say sisteminə çevrilməsindən alınan ədəd də tək rəqəmlərin cəmini tapan proqramı deyir tərtib etmiş olun. Klaviaturadan daxil ediləcək 16-lıq say sistemindəki ədədin 16-lıq say sistemindəki ədədin 10-luq say sisteminə çevrilməsindən alınan ədəddə tək rəqəmlərinin cəmini tapan proqram yazın. Mən biraz düşünək. Ədəd daxil edirik bir dənə. Ədəd daxil edirik. Nə ədədi daxil eləməliyik biz? 16-lıq say sistemindəki ədəd. Yazsaq bura int input müntəzəm açıb bağlayaq. Və nə deyir burada? 16-lıq say sistemindəki ədədin 16-lıq say sistemlərinin ədədlərini də qeyd edək. Ədədlərini qeyd edək. Hansılardır? 0, 1, 2, 3, 4, 5, ta ki A, B, C, D, Y, F-ə qədər. C-ni məsələn 0 verək. Bir dənə ixtiyarı cəmləmək üçün S də verək. Və deyirəm ki, bu əlifbanın, bunun uzunluğu ümumiyyətlə bu say sistemin uzunluğu nə qədərdir? Ona da baxaq. D bərabərdir yazım ki, D bərabərdir yazaq bura. Bizim daxil elədiyimiz əslində bəli, int tipində yox, sətir tipində olmalıdır. Daxil etdiyimiz bu enin, lenin nə qədərdirsə, bir vahidi çıxıram. Sonra təzədən for qururam. For, in, n, daxil olunan bu ədəd üçün, onun içərisindəki ədədlər deyirəm ki, C-ni bərabər eləyim. C-nin üzərinə gəlsin. Nədirsə içərisində, bizdə A-ya vermişik də, düzdür. Deyirəm, B-nin içərisində, A-nın içərisində onun indeksi nədir? A-nın içərisindəki onun indeksini təbii ki çıxardırıq. İndeks i-ni götürürük. Vururuq 16-lıq say sisteminə. 10-luğu məsəl üçün 16-lığa çevirəndə 16-lıqdan 10-luq say sisteminə çevirəndə vurma qaydasından istifadə edirdik də, düzdür. 16 məsəl üçün 3, 4, 5 ədədini 16-lıqdan 10-luğa çevirəndə nə yazırdıq? 3 vur 16 üstü 2 yazırdıq. İndi mən də burada qüvvəti təbii ki qeyd eləməliyəm. Qüvvəti də burada D ilə qeyd eləmişəm. 16 üstü D yazacağım bura. 16 üstü D. Hər dəfəsində də K-nı bir dəfə azaltmış oluram. Hər dəfəsində K-nı bir dəfə azaltmış. Üzr sayın, hər dəfəsində axı toplamada qüvvətdəki olan ədədlər bir-bir azalmış olur. D-1 yazıram. Bir dəfə azaltmış olur. Və nəhayət soruşuram. Deyirəm ki, while əgər C, bu aldığımız C fərqlidirsə sıfırdan. Onda sıfırdan fərqli olsa nə baş versin? Və onun 10-a bölünməsindən, 2-yə bölünməsindən qalıq 1-ə bərabərdirsə əgər, əgər həmin ədədin 10-a bölünməsindən qalıq və daha sonra bu aldığımız ədədin də 2-yə bölünməsindən alınan qalıq 1-ə bərabərdirsə, məsəl üçün buraya yazmışam,
y bərabərdir. Burada yazıram ki, y bölünsün 2-yə. 2-yə bölməsindən qalıb 1-ə bərabərdirsə, onda gəlsin s-in üzərinə. Gəlsin s-in üzərinə, yuxarıdakı s-in üzərinə gəlmiş olsun. C-nin 10-a bölünməsindən qalıb. Hər dəfəsində də təbii ki, C-ni mən azaldıram. C-ni mən azaldıram və beləliklə yazıram bura print C əmrini. Print C əmrini. Nə deyir burada? Onluq say sisteminə çevrilməsindən alınan ədəddə tək rəqəmlərin cəmini tapan proqram qurun, tək rəqəmlərin cəmini tapan. Və bu isə həmin ədədin tək olub olmadığını yoxlanan hissəsi sayılmış olur. Bu da olur belə uşaqlar. Sağ olun. Gələn dərsə qədər inşallah.